Hər vaxtınız xeyir olsun. Salam müəllim, axşamınız xeyir. Salam, axşamınız xeyir. Salam axşamınız xeyir. Salam, hər vaxtınız xeyir müəllimlər. İnşallah ki, hər biriniz yaxşı olasınız. Bilirsiniz ki, artıq bizim sertifikasiya üzrə çərçivə sənədimiz çıxdı. Eyni zamanda MİQ üçün də çıxıb artıq. Buna görə də artıq imtahanımızın tarixi yaxındır deməkdir. Mən də sizlərə əlimdən gələn köməyi, dəstəyi edirəm. Sizləri də görürəm qrupda aktivsiniz. Bu məni də çox sevindirir. Yəni təşəkkür edirəm hər birinizə ki, qrupu bölüşürsünüz. Digər müəllimlər də bundan faydalana bilir. Buna görə də mən də sizlərə çox təşəkkür edirəm. Belə, bugünkü əsas bilirsiniz ki, dərsimizin məğzi nitq inkişafı ilə bağlıdır. Nitq inkişafı haqqında məlumatlar verəcəm. Sadəcə olaraq məni müəyyən qədər əgər əvvəlki dərslərimdən tanıyırsınızsa, bilirsiniz ki, mən dərsdə yalnız özüm danışmağı sevmirəm. İstəyirəm ki, dərsdə mənimsəyək. Yəni bu ən çox belə deyim də istədiyim bir şeylərdən biridir. Ona görə də hər hissəni izah etdikdən sonra sizə suallar verəcəm. Suallar hissəsində ola bilər ki, səsi açıb da cavab verə bilərsiniz. Sual hissəsində əlavə olaraq orada chat hissəsi var. İstəsəz chatda da yaza bilərsiniz. Yəni onda hər birini mən görəcəm. Belə, əlavə olaraq da ki, nə çətinliyiniz varsa, nə sualınız varsa, təbii ki də bu mövzumuzun əhatəsində. Çünki geniş çərçivə ilə bağlı çox geniş suallarınız ola bilər, amma təəssüf ki, vaxtımız məhduddur. Onu da hissi-hissi inşallah növbəti dərsimizdə cavablandırarıq. Bugünkü mövzumuz daha çox nitq inkişafı ilə bağlıdır və istəyirəm ki, nitq inkişafı ilə bağlı çətinliklərimiz, problemlərimiz elə burada da həll olunmuş olsun. Ona görə də indi mövzu izahına ekran paylaşımı verməmişdən, əgər kiminsə hər hansı bir sualı varsa, buyurun deyin, sonra keçək izahımıza. Amma deyirəm də izah paraleldir. Yəni bir hissəni izah edəcəm, sonra suallar gələcək. Belə. Sualımız var müəllimlər. Bəzən ola bilər ki, hər hansı bir müəlliməmiz indi çəkinsin, qrupumuzda müəyyən qədər burada müəllim sayı da var. Amma yaxşı olar ki, sizlər çəkinməyəsiniz, çünki yavaş-yavaş bu dərslər vasitəsilə nitqimizi də inkişaf etdirək. Onsuz hər birinizin çox gözəl nitqləri də var. Sadəcə biz bilirik də müsahibədən də keçəcəyik deyə. Yaxşı olar ki, elə sizlər burada danışasınız, aktiv olasınız. Yəni nə qədər aktiv olsanız, gələcəkdə belə deyim də müsahibədə, testdə sizə bugünkü dərslər bir o qədər kömək edəcək. İndi isə ekranı paylaşıram və başlayırıq mövzu izahımıza. Müəllimə, bir sual vermək istəyirdim sizə Ayşə müəllimə. Buyurun. Bugün qrupada atdılar, o riyaziyyatdakı prinsiplər vardı, riyaziyyat məşğələsi ilə bağlı. Dediniz ki, bunlar düşməyəcək. Düşmə ehtimalı varmı görəsən? Hansı qrup atıb? Müəllimə, bizim qrupların hansındasa sizin səsiniz idi, bilmirəm, sizə kimsə şəxsi atıb, bilmirəm. Müəllimlərin o qədər qrupu var ki, riyaziyyatın prinsipləridir, riyaziyyat məşğələsinin. Yadıma düşdü, bayaq müəllimlərdən biri mənə atmışdı. Bəli, qrupların birində mən gördüm onu, bəli. Bəli, səsimi yayıblar. Biz narahat oluruq, hə. Deməli müəllimlər, o səsi bağlayırlar, səsi başa verirsin. Əla. Deməli, o prinsipləri mən gördüm, bayaq bildirmişlər mənə də. Və bu, belə deyim də, riyaziyyatla bağlı bir sual idi. Bu prinsiplər əslində bütün məşğələlərdə var. Mən orada səsdə də qeyd eləmişdim və bu əvvəllərdən də var idi. Sadəcə olaraq, yəni bu haqda suallar düşmür. Hətta fiziki mədəniyyətdə digər məşğələləri araşdırsaz, görərsiniz ki, həmin məşğələlərdə də var bu prinsiplər. Amma yəni imtahana düşmür. Yəni belə. Bizə əsas lazım olan hissələri mən öz, belə deyim də, saytlarımda keçirəm. O böyük qrup deyil, 3 nəfərlik qrupdur, özümüzük, orada heç kəs yoxdur. Prosta onu tapmışıq, bir-birimizlə bölüşürük də. Yaxşı edirsiniz. Yəni, narahat qaldıq da müəllimə, yəni ki, bu nədir birdən-birə? Deyirəm də, əvvəldən olan bir şeydir. Amma yəni düşmür. Hə, inşallah ki, düşməsin. Əvvəl də var idi, yəni. Belə, müəllimlər, ekran görünür. Salam müəllimə. Bəli, görünür müəllimə. Əla. İndi isə başlayırıq mövzumuzun izahına. Deməli,
Deməli, bugünkü mövzu izahımız nitqin inkişafı metodikası haqqında olacaq. Yəni, biz burada əsasən nitq inkişafı haqqında öyrənəcəyik. Ümumiyyətlə, nitq inkişafı dedikdə biz bilirik ki, çərçivə sənədinə də əgər fikir vermisinizsə, orada nitq inkişafı ayrıca bir mövzu kimi düşür, sonra savad təlim məşğələsi, bədii təfəkkür, yəni bir sözlə nitqi inkişaf etdirən digər məşğələlərimiz də düşür. Bu günlərin biz daha çox nitq inkişafı metodikası haqqında danışacağıq. Növbəti, yəni çalışacağam ki, vaxtım daxilində sizlərə digər ödənişsiz dərslər də təşkil edim və o digər ödənişsiz dərslərimizdə də yenə çalışdığım qədər digər mövzulardan da dəstək olacam. Deməli, nitqin inkişafı dedikdə ümumiyyətlə bayaq da vurğuladığım kimi nitqi inkişaf etdirmək üçün uşaqlarda bir sıra məşğələlərdən istifadə edirik. Bu məşğələlər sırasında ətraf aləmlə tanışlıq və nitqi inkişafı məşğələsi, əlavə olaraq savad təlim məşğələsi, bədii təfəkkür məşğələsi kimi məşğələlərimiz yer alır. Amma bunların içərisində ən çox üstünlük desələr ki, nitqi ən çox inkişaf etdirən məşğələ hansıdır? Məhz götürəcəyik ətraf aləmlə tanışlıq məşğələsi. Niyə görə məhz bunu götürdük? Birincisi, birinci körpələr qrupundan məktəbə hazırlıq qrupuna kimi keçirilir. İkincisi, bu məşğələyə kiçik qrupda ortada fikir versəz, ətraf mühitlə tanışlıq və nitqi inkişafı, deməli nitqi inkişafına yer ayrılır. İkinci olaraq da ki, ətraf aləmlə tanışlıq və nitqi inkişafı ta ki məktəbə hazırlığa kimi. Məktəbə hazırlıqda artıq burada nitqi inkişafı silinirdi. Çünki orada savad təlimi əlavə olunur və savad təlimi artıq nitqi inkişafını belə deyim də özlərinə götürmüş olurdu. Və biz ümumiyyətlə nitqi inkişafı dedikdə burada inkişaf sahələrinə, əsas standartlara fikir verdikdə biz görürük ki, elə burada nitqi dinləyir, anlayır, rabitəli danışır, nitq etiketindən istifadə edir. Elə bunu görəndə biz başa düşürük ki, burada nitqi inkişaf etdirən bir əsas standartımız da var. Əsas standartımıza əsasən, gəlin indi burada həmişə müəllimlərin belə bir sualı olur. Ay müəllimə, biz alt standartları əzbərləməliyikmi? Və s. bu tipli. Mən ümumiyyətlə heç bir zaman istir ödənişli olsun, istir ödənişsiz fərqi yoxdur. Öz müəllimlərimi heç bir zaman bunları əzbərlətməmişəm, çünki ehtiyac duymamışam. Sadəcə olaraq açar sözləri ilə elə bir məşqlər etmişik ki, elə öyrənmişik ki, bizim artıq yaş qruplarında heç bir çətinliyimiz və problemimiz qalmayıb. Ona görə bu gün də nitqdən danışırıqsa, nitqin açar sözlərini elə burada öyrənək. Yaş qruplarına da burada toxunaq. Nitq haqqında məlumatlarımızı belə deyim, genişləndirək sizlərlə bərabər. Anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir. İndi deyəcəksiniz müəllimə, bunlar burada rəqəmlə düşə bilərmi testdə və s. belə suallar da gəlir. Təbii ki də bunlar rəqəmlə salmırlar, amma rəqəmlə sizə harda deyə bilərlər. Məsələn, müsahibə mərhələsində sizə deyə bilərlər ki, məşğələ qurun və bu zaman siz də əgər 2-2-1-in mahiyyətini bilmirsinizsə, məsələn, necə deyə bilərsiniz ki, mən standart 2-2-1-i götürəcəm? Axı bilmirsiniz 2-2-1 nəyi əhatə edir? Ona görə də bunları açar sözlərini yadımızda saxlaya bilərik. Baxın, nitqi dinləyir, anlayır, idrakın ikinci əsas standartıdır. Bunun özünün də 6 dənə alt standartı var. Alt standartlar yaş qrupları üzrə dəyişirdi. Burada da 2 məşğələ və etiketlər öz əksini göstərirdi. Baxın, burada birincisi ilə bu ikinci daha çox bədii təfəkkürdə öz əksini göstərir. Üçüncüyə fikir versəz, burada etiketlə bağlıdır. Etiketlər öz əksini göstərir. 4, 5, 6 isə daha çox savad təliminə aiddir. İndi belə bir sual çıxır. İstəyərəm bu sualı sizlə müzakirə eləyək. Baxın, savad təlimi məşğələsi aiddir məktəbə hazırlıq qrupuna. Yəni 5-6 yaş qrupuna. Fikir verin, 5-6 yaş qrupu buradadır. Yəni bu hissə 5-6-nı əhatə edir. Savad təlimi də buradan başlayırdı. Baxın, bu işarəni qoyduğum yerdən. Bəs müəllimlər, savad təlimi əgər 5-6-da başlayırsa, niyə görə bunun bəs burada da alt standartları var? Niyə görə kiçikdə var, ortada var? Bəs bu savad təlimi kiçik qrupda, orta qrupda yoxdur axı? Bəs necə oldu ki, onun alt standartı var və biz necə olur ki, onu uşağa öyrədirik? Necə ola bilər? Kimlər istəyirsə cavab verə bilər və səsi də açıb deyə bilər, yaza da bilər. Oxuyuram sizin mesajlarınızı. Kimin fikri varsa buyurub ifadə edə bilərsiniz. Müəllimə, axşamınız xeyir. Hər vaxtınız xeyir müəllimə. Müəllimə, mən demək istəyirəm ki, yəni öz fikrimlə, öz cümlələrimlə. Müəllimə, bir növ uşağı alışdırırıq da, yavaş-yavaş bünövrəsini qoyuruq. Bəli. Bünövrə Müəllimə. Bəli, buyurun. Məncə o həmin onda nitq inkişaf eləyirdi. Savad təlimi yox, nitq inkişafı. Əla. Başqa? Sadəcə mürəkkəbə doğru getdiyinə görə
körpələr qrupunda ətraf aləmlə tanışlıq məşğələsi başladığına görə sadədən mürəkkəbə doğru gedir. 5-6 yaşda da savad təlimi olur. Əla. Yəni, cavablarınız çox gözəl idi. Əla. Deməli, müəllimlər, sizlərin də qeyd etdiyi kimi, kiçik qrupdan etibarən nə olsun ki, savad təlimi yoxdur. Amma nitqin inkişafı var axı. Mən birdən-birə gəlib məktəbə hazırlıqda nitqi inkişaf etdirə bilmərəm. Bünövrə lazımdır, baza lazımdır, sadədən mürəkkəbə lazımdır. Burada fikirləriniz çox doğrudur. Bəli, bunu siz hansı ki, daha çox toxuna bilərsiniz ətraf aləmlə, ətraf mühitlə tanışlığın içərisində. Ona görə də bu yaşlarda elə bil ki, nitqin inkişafı üçün bir bünövrə hazırlayırsınız. Sonra artıq məktəbə hazırlıqda, belə deyim də, nitqi savad təlimi özlərinə götürür və bu standartlardan da istifadə etmiş olursunuz. Bəs biz bu rəqəmləri necə yadımızda saxlayırıq? Əgər yanınızda bir qələm və kağız varsa, yaxşı olar ki, sizlər də özünüz üçün bunları qeyd edəsiniz ki, əminəm ki, bunlar nə vaxtsa sizə kömək edəcək. Məsələn, bu rəqəmləri necə yadınızda saxlaya bilərsiniz? 2-2-1. Baxın, 2-2 onsuz da nitqi dinləyir, anlayırdı, yəni əsas standartı kimi. Bunun birincisini dinləyib anlama kimi yadınızda saxlaya bilərsiniz. Yəni, burada ümumi fikir versəz, həmişə dinləyib anlama. Məsələn, deyək ki, sizə deyirlər ki, bir nağıl qurun, nağıla aid bir məşğələ keçin. Artıq siz düşünməyin, ayda mən nağıl keçəcəm, indi mən nağıla hansı standartı götürməliyəm? Nağılı deməli, siz danışacaqsınız, uşaq sizi dinləyəcək də. Ona görə dinləyib anlama məncə burada əla olardı. Məsələn, siz bura dinləyib anlama kimi yadınızda saxlaya bilərsiniz. Dinləmə, anlama burada açar sözümüz olacaq. Növbəti ikinci. Bəs ikincinin açar sözü necə olsun, necə yadımızda saxlayaq? Belə yadınızda saxlaya bilərsiniz ki, burada fikir versəz, ya bir şəkil göstərirsiniz, ya bir nümunə göstərirsiniz və uşaq onun əsasında danışır. Deməli, məsələn, siz əgər bir şəkillə nəyləsə başlayıb uşağı onun ətrafında danışdıracaqsınızsa, deməli 2-2-2-dən istifadə edə bilərsiniz. Burada elə açar söz kimi şəkil yazıram. Sizlər də özünüz üçün qeyd edə bilərsiniz bunları. Üçü, bayaq da demişdim, etiketli, nitq etiketləri kimi yadınızda saxlaya bilərsiniz. Nitq etiketi. Dördüncüsü əsasən tələffüz qaydaları ilə bağlıdır. Məsələn, bu məşğələdə daha çox siz tələffüz qaydalarına toxunmaq istəyirsinizsə, yaxşı olar ki, 2-2-4-dən istifadə edəsiniz. Burada açar sözümüz tələffüzdür. Sonra 2-2-5, əgər burada cümlə qurmağa üstünlük verəcəksinizsə, 2-2-5-dən istifadə edə bilərsiniz. Burada açar sözümüz cümlədir. Və uşaqların nitqində müxtəlif sözləri işlətməsini istəyirsinizsə, burada da təbii ki də 2-2-6-dan istifadə edəcəksiniz, sözlər kimi yazıram. Məsələn, ola bilər əlamət bildirən sözlər, ola bilər keyfiyyət bildirən, əks mənalı, yaxın mənalı, bu tərz sözlərdən istifadə edəcəksiniz. Belə. Əlavə olaraq gəldik bunların yaş qrupları. Bəs biz yaş qruplarını necə yadımızda saxlayaq? Baxın, burada çox uzun-uzadı yazılıb. Bəzən fikir verin. Məsələn, əlamət burada da var, gəlir burada da var. İndi siz necə fərqləndirəsiniz? Axı, ortada da əlamətlidir, böyükdə də əlamətlidir. Bəs bunu mən necə yadımda saxlayım? Tipli suallar ortaya çıxır. Buna görə də mən bunları yaş qrupları üzrə sizlər üçün bacardığım qədər açar sözlər çıxartmışam. Amma unutmayın ki, bəzən burada təkrarlanmalar ola bilər. Çünki bunlar dövlətin verdiyi alt standartlardır. Yəni, bunların açar sözlərini çıxartmaq bir o qədər çətindir. Bəzən orada eynilik ola bilirdi. Birinci oldu bizdə 1-2 yaş. 1-2 yaş deyirsə, ümumiyyətlə burada 1-2 yaş qrupunda əsasən sadəlik öz əksini göstərir. Məsələn, elə baxın, hisslərini sadə sözlə ifadə etməsi, hisslər sadə söz. Məsələn, bunu necə verəcək? Situasiya formasında verəcək. Məsələn, orada bu açar sözü görə bilsəniz və ya da bu açar sözü əks etdirən bir hissəni tapa bilsəniz, bu zaman biləcəksiniz ki, 1-2 yaş qrupuna aiddir. İkincisi, tanış obyekti adlandırma. Çünki bu dövrdə bilirsiniz də, uşaqlar tam nitqi inkişaf etməyib. Məsələn, geniş nağılı, şeiri danışmaz. Amma məsələn, şəkli göstərsəz, ən azı oradakı tanış obyektin adını deyə bilər. Sonra kiçik qrupdan söhbət gedirsə, yenə böyüklərin təklifi, burada böyük şəkildə rol oynayır. Məsələn, böyüyün təklifi ilə salam, sağ ol tipli sözlər deyəcək. Sonra 1-2 yaş qrupunda burada heca söz tələffüzü yazmışam açar söz kimi. Bu hecanı elə başa düşməyin ki, burada uşaq hecalara bölür. Xeyr. Əgər hecalara bölsəydi, bu uşaq artıq 1-2 yaş qrupunda hələ heca ilə danışır. Məsələn, görə bilərsiniz ki, 1-2 yaşında uşaq bəzən sözü bütöv formada deyə bilməsin, heca desin. Çünki onun nitqi tam inkişaf etməyib. Və siz xüsusi fikir verirsiniz hecaların sözlərin tələffüz qaydasına. Amma demək deyil ki, siz hecaya bölməyi öyrədirsiniz. Bu demək deyil. Sonra ən əsası 1-2 yaş əhatə edir. Burada elə açar sözdə 1-2 sözdən ibarət bir cümlədir.
daha sadədir, yadınızda saxlaya bilərsiniz. Bir də nitqində daha çox böyük və çox sözünü istifadə etməsi. Məsələn, böyük, çox bu tipli sözləri işlədə bilirdi. Bu da 1-2 yaş qrupunda bizim açar sözlərimiz idi. Gəldik 2-3 yaş qrupuna. 2-3 yaş qrupunda artıq hərəkətlərini tənzimləmə və bir neçə sözlə ifadə etmə var. Kiçik həcmli şeiri nağılı danışma, nitq etketi salam sağ ol. Bayaq burada birincidə böyüyün təklifi ilə idi bu. Amma artıq gördünüz, burada böyüyün təklifi yoxdur. Sonra heca söz cümlə. Burada cümlə əlavə olundu tələffüz qaydalarına. Baxın, 2-3 yaş 2-3 sözdən ibarət cümlə, rəng və forma. Bunlar da artıq bu yaş qrupunda bizim açar sözlərimizi təşkil edir. Bunu hər zaman deyirəm, orta qrupun uşaqları çoxlu suallar verməyi sevirlər. Ona görə də bu qrupda birinci açar sözümüzdə sual-cavabdır. Əlavə olaraq şəkil üzrə əsasən şeir və nağılı danışma. Yenə baxın, danışma da ən çox bu qrupda olur. Nitq etiketlərindən bəli, xeyir. Sonra artıq burada heca yoxdur, çünki qrup mürəkkəbləşdi. Sözü və cümləni tələffüz etmə var. 3-4 yaş 4 sözdən ibarət cümlə qura bilir. Əlamət his bildirən sözlər öz əksini göstərmiş olur. 4-5 yaş qrupuna gəldiyimizdə isə artıq burada mürəkkəbdir. Münasibət bildirə bilirlər. Sujetli hekayə qura bilirlər. Nitq etiketlərindən bağışla, zəhmət olmasa daha mürəkkəblərini istifadə edə bilirlər. Sonra hecanın sözün cümlənin yerini təyin edirlər. Tələffüz etmirlər, artıq təyin edə bilirlər. 4-5 cümlədən ibarət mətin qururlar. 4-5 yaş, 4-5 cümlə və keyfiyyət bildirən sözlər də burada əlavə olunur. 5-6 yaş isə daha çox mürəkkəbdir. Burada şərh etmə öz əksini göstərir. Baxın, 2 açar söz. Nitq etiketlərindən xahiş edirəm, buyurun. Hərflər, səslər savad təliminə aiddir. Şifahi mətnlər qururlar, əks və eyni mənalı sözlərdə. Baxın, burada fikir verdiniz, daha çox mürəkkəbliyi öz əksini göstərdi. Bəzən belə bir sual gəlir. Müəllimə, testdə həm əlamət var, həm keyfiyyət var, həm əks eyni mənalı söz var. İndi mən hansı yaş qrupunu götürməliyəm? Bu tərs suallar gəlir. Hansı ki, bu tərs suallarda isə siz bilirsiniz ki, kiçik qrupda, məsələn, orta qrupda öyrətdiyimi mən böyükdə təkrarlada bilərəm. Böyükdə öyrətdiyimi məktəb hazırlıqda möhkəmləndirə bilərəm. Amma mən böyükdə öyrətdiyimi orta qrupda möhkəmləndirə bilərəm? Təbii ki də xeyr. Deməli, burada əlamət və keyfiyyət bir yerdədirsə, siz artıq bilirsiniz ki, keyfiyyət ortada ola bilməzdir. Amma əlamət burada möhkəmlənə bilər. Ona görə də böyük qrup götürəcəksiniz. Bu bizim yaş xüsusiyyətlərimiz, yaş qruplarımız idi. İndi chatdan da istifadə edə bilərsiniz. Yaxşı olar ki, elə chatda yazasınız. Mən sizə bir neçə situasiya deyəcəm. Siz onların yaş qruplarını yazacaqsınız ki, elə demişkən möhkəmləndirək, elə keçək üzərindən. Deməli, əla. 2-4 sözdən ibarət cümlə qura bilməsi. 2-4 sözdən ibarət cümlə qura bilməsi. 4 söz deyirəmsə, 3-4 yaş qrupu. Orta qrup götürəcəksiniz. Sonra nitqində əlamət, keyfiyyət, əks və yaxın mənalı sözlərdən istifadə etməsi. Əks və yaxın, əks yaxın 5-6 yaş qrupu. Əks yaxın 5-6 açar sözü idi müəllimlər. Sonra nitqində forma və ölçü bildirən sözlərdən istifadə etməsi. Forma, ölçü. İkinci körpələr, yəni 2-3 yaş qrupu idi. Sonra dinləyib anladıqlarını şərh etməsi. Şərh etmə. Məktəb hazırlığı. Səsləri bağlayaq, zəhmət olmasa çatda yazaq, qarışmasın. 5-6 yaş qrupu doğrudur. Sonra bədii nümunə şəkil əsasında fikrini şərh etməsi. 5-6 məktəbə hazırlıq qrupu. Super. Dinləyib anladığını sual-cavablarla əks etdirməsi. Əla. Şəkil üzrə tanış obyekti göstərir, adlandırır. Tanış obyekt. 1-2. Doğrudur. 1-2 sözdən ibarət cümlə qurur. 1-2-dədir. Sonra danışığında heca sözü tələffüz edir. Heca söz. 1-2 yaş. 1-2. Heca söz cümlə tələffüz edir desəm. 2-3 yaş. Hərf və səsləri artıq bilməsi, fərqləndirməsi. 5-6 yaş. Əla müəllimdir. Əla. Təşəkkür edirəm cavablarınız üçün. Səsləri bağlayaq, zəhmət olmasa. Müəllimə özür istəyirəm. Ola bir sual verim. Buyurun. Dediniz, sual-cavab eləməsi o ən çox orta qrupda olmurdu, 3-4 yaş qrupunda. Orta qrup dedik bizdə.
Yəni elə bilim 4-5 yaşdır ona görə. Yox, orta qrup. Ola bilər bəzi istisnalar olur. İstisnalar olanda da hər zaman vurğulayıram. Məsələn, adlandırma 90% aiddir 2-3 yaş qrupuna. Müəllimlərə belə öyrətmişəm. Amma məsələn, həndəsə fiqur adlandırma artıq orta qrupdadır. Ətraf aləm olanda, aləm biraz mürəkkəb daxı böyük qrupdadır. Onlar da yəni istisnaları olduqca deyirəm. Hələlik yoxdur burada. Çox sağ olun. Buyurun. Deməli müəllimlər, yaş qrupları ilə bağlı mən gördüm ki, artıq müəyyən qədər başa düşmüşük. Bu əla. İndi gəldik nitqdə istifadə olunan bir sıra metodlar var və priomlar var. Ümumiyyətlə metodla priom anlayışı eyni anlayışlar deyil. Metod daha bir mürəkkəbdir. Metodun özünün müxtəlif priomları olur. Testlərə düşən zaman bunlar nəyin metodlarıdır? Nitqin. Siz fikir verməlisiniz ki, nitqə aid olsun, yəni nitqlə bağlı olsun. Yəni burada mən belə deyim də, nitqlə bağlı götürməlisiniz. Yəni burada məsələn fiziki mədəniyyətlə bağlı verə bilər, digər riyaziyyatla bağlı, artıq onları nitqlə əlaqəli götürməyin. Nitqdə nitq axtarmalısınız. Nitqin metodları 3 hissəyə bölünür. Burada var əyani metodlar, burada var şifahi metodlar, burada var praktik metodlar. Baxın, əyani nədir? Ola bilər indi imtahan həyəcanı, stres yadımızdan çıxa bilər. Gözlə gördüyünüz, yəni burada üstünlüyü verirsiniz gözə. Şifahi nədir? Qulaqla eşidilən, eşitmə. Praktik nədir? Praktika, yəni hərəkət və məşq. Əyani metodlar budur ki, burada var müşahidə, ekskursiya, illüstrasiya və demonstrasiya. Müşahidə uşaqların müəyyən bir belə deyək də hissəni müşahidə etmələri ilə, yəni izləməsi ilə bağlıdır. Ekskursiya daha çox ekskursiya aparırıq, didaktik səciyyəyə daşıyır və burada öyrənirlər. İllüstrasiya şəkil deməkdir. Bir şəkil verirsiniz, həmin şəkil əsasında uşaqlar danışır, öyrənir. Demonstrasiya isə videolardır, videoçarxdır, hansı ki, həmin videoçarxlar vasitəsilə uşaqlar belə deyim, baxır, sonra isə onun haqqında danışa bilir. Bunlar hər biri sayıldı əyani metodlar. Gəldik şifahi metodlar. Şifahi metod əsasən nağıl etmədir. Kiçik qruplarda, məsələn, müəllim nağıl edir, uşaq dinləyir. Müsahibə isə böyük qruplarda istifadə olunur, hansı ki, burada da sual-cavab formasında öz əksini göstərir. Praktik metodlara oyun səhnələşdirmə kukla teatrlarda hamısında uşaqlar praktik şəkildə iştirak etmiş olurdu. Məsələn, rolu icra edə bilər, kuklalarla belə deyim də hərəkətləri icra edə bilərik və bu belə deyim də artıq hərəkətlərin məşqi vasitəsilə həm burada nitq inkişaf edir, həm də hərəkətlər inkişaf etmiş olurdu. Əlavə olaraq burada bir sıra priomlar var. Sual-cavab elə bizim müsahibəmizdir. İmutasiya priomu var. İmutasiya təqlid etmək, yamsılamaq deməkdir. Məsələn, deyək ki, uşaq məsələn, alma sözünü deməkdə çətinlik çəkir. Müəllim alma deyir, sonra uşaq təkrarlayır. Onu imutasiyadır. Bir də var, deyirəm ki, məsələn, uşaq qolunu yuxarı qaldırmaqda, topu tutmaqda çətinlik çəkir. Müəllim onu göstərir, uşaq topu tutur. Artıq burada da imutasiya var, burada da imutasiya var. Amma birində fikir verdiniz, hərəkət idi, yəni fiziki mədəniyyət idi. Birində amma nitq idi. Yəni diqqətli olmalıyıq nəydə? Bizdən nitq istəyəndə nitqi verək, nitqi götürək. Kompleks əlavə priomlar var. Kompleks priom bir anda bir neçə priomun bərabər şəkildə işlənməsidir. Məsələn, ola bilər ki, siz nağıl danışa bilərsiniz, onu illüstrasiya ilə göstərə bilərsiniz, əlavə sual-cavab edə bilərsiniz. Əlavə priom isə bundan əlavə bir priomun da işlənilməsi deməkdir. Yəni, məsələn, əsas nağıl etmə edirsiniz, amma köməkçi olaraq orada müsahibə təşkil edirsiniz. Bu da bizim əlavə priomumuz idi. Praktikdir və yaxud da priomun adını yazırsınız. Deməli, müəllim uşağa A hərfini deyə bilmir deyə, müəllim uşağa A hərfi deyir, A ilə başlayan sözlər deyir, uşaq həmin sözləri təkrarlayır. İmutasiya doğrudur. Uşaq eşidərək təkrarlayır, bu şifahidir, doğrudur. Müəllim uşağa nağılı danışır və nağılı danışdıqdan sonra nağıl haqqında uşaqlara suallar verir. Burada hansı priomlar var? Əla, metod olaraq şifahidir. Müsahibə var, həm də nağılı danışırsa, nəql etmə də var. Sonra müəllim uşağa şəkil göstərir, uşaq şəkil əsasında danışır. Əla. Uşaqlar videoya baxırlar, burada bir nağılı görürlər, sonra həmin nağıldakı həm personajın hərəkətini, həm də sözlərini təkrarlayırlar, danışırlar yəni. Demonstrasiya, doğrudur. Uşaqlar müxtəlif rolu icra edirlər. Yəni, turp nağılındakı rolları icra edirlər. Əla. Əla müəllimlər, təşəkkürlər. İndi davam edirik bir hissəmizdən müəyyən bir hissəyə.
Səsi bağlayaq, zəhmət olmasa müəllimlər, səsi bağlayaq, dərsimizin qaydında da mənfilik yaranmasın. Aha. Deməli, müəllimlər, burada diksiya üzərində iş var. Bu sadəcə məlumat xarakterlidir. Onlarda birdən testdə görərsiniz, deyərsiniz ki, diksiya nədir? Bu əsasən sözlərin, səslərin tələffüz formalaşmasında daha çox diksiyaya yiyələnməklə əlaqəlidir. Yəni, nitqin ən mühüm keyfiyyətidir, hansı ki, burada saitlərin, samitlərin yerli yerində işlənməsindən asılıdır. Məsələn, ola bilər ki, bizim hər birimiz danışırıq, uşaqlar hər biri danışır, amma hər kəs diksiyalı danışırmı? Təbii ki də xeyr. Bəzən olur, biri saiti uzalda bilir, biri samiti qısalda bilir və s. Bunlar hər biri diksiyalı danışmaq, yəni elədir ki, sait, samit, intonasiya, sürət, enerji, yəni hər bir şeyin yerli yerində olmasıdır. Sonra gəldik burada orfoqrafiya və orfoepiya. Bağçalarda əsasən biz orfoepiyadan istifadə edirik. Ümumiyyətlə orfoepiya nədir? Orfoqrafiya nədir? Orfoepiya budur ki, daha çox tələffüz qaydaları ilə əlaqəlidir. Hansı ki, burada məsələn biz də bağçadan çox yazı deyil, uşaqlara tələffüzü öyrədirik. Hətta fikir verdiniz, bayaq heca sözün tələffüzü idi, sonra söz cümlə tələffüzü. Yəni müxtəlif ardıcıllıqla sadədən mürəkkəbə gedirdik. Fikir verdiniz, tələffüz qaydalarına nə qədər üstünlük vermişdik. Çünki biz burada düzgün tələffüz qaydalarını öyrədirdik. Ona görə də bağçada, məktəbə qədər dövrdə orfoepiyaya üstünlük veririk. Orfoqrafiya çox azdır. Demək olar ki, savad təlim məşğələsində qisməndir, ancaq yüngül yazı bacarıqlarını biz öyrədirik. Bu da yazı ilə əlaqəli idi. Sonra əlavə olaraq burada Şerbaya görə nitqi əsasən iki üsluba bölmüşdü. Hansı ki, bu üslub biri tam üslub, biri isə yarımçıq üslubdur. Əslində adından da məlumdur. Tam daha yaxşı olacaq. Təbii ki də yarımçıq deməli biraz əksi olacaq, az olacaq. Deməli burada hardasa çatışmayan cəhətlər olacaq. Deməli tam üslub nədir müəllimlər? Tam üslub buna kitab üslubu da deyilir. Hansı ki mühazirəçilər konfranslarda, deyək ki, televiziyada, radioda danışıq tərzidir. Adi biz müəllimlər, məsələn, məşğələni necə danışırıq? Tam üslubda izah edirik, müsahibəyə gedirik, tam üslubda danışırıq. Niyə görə? Çünki əslində bir açar sözlə deyim sizə. Nə qədər ki, tam üslubda danışsanız, nə qədər ki, nitqinizi inkişaf etdirsəz, müsahibədə 1-0 öndəsiz. Çünki nitq də bir o qədər vacibdir. O sualı siz elə gözəl nitqlə təqdim edərsiniz ki, qarşı tərəfi cəlb edərsiniz. Bu özü də bir, belə deyim də, açar sözümüz olsun bizim. Tam üslub əsasən yəni böyük səylə tələffüz olunur, hansı ki burada elə bizim özümüzün də məşğələ keçən zaman, məsələn, hər hansı bir dialektlə, şivə ilə danışsam, bir müddətdən sonra uşaq da mənim kimi danışmağa başlayacaq və bu da artıq yarımçıq üslubun inkişafı olacaqdır. Yarımçıq üslub isə əsasən adi danışıq üslubudur, hansı ki bu daha çox biz məişətdə, bir-birimizlə ünsiyyətdə olan zaman, daha çox dostyanı olan deyək ki, yerlərdə danışdığımız üslub idi. Səsləri bağlayaq, zəhmət olmasa müəllimlər səsləri belə deyim də riayət edin, dərs pozulmasın. Və yarımçıq üslubda əsasən burada məsələn öz aramızda dialektdən də istifadə edə bilərik, şivədən də istifadə edə bilərik. Yəni bəzən saiti uzaldarıq, qısaldarıq və s. Əsas odur, yəni biz bir-birimizi başa düşərik. Amma məsələn bir müsahibədə gedib elə danışarıq, bizi başa düşməzlər. Çünki ədəbi üslub deyildi yarımçıq üslub. Sonra burada əsas məsələ nitqin funksiyalarıdır. Bəlkə də bu mövzunun deyərdim ki, biraz çətin tərəflərindən biri burada budur. Öyrənmək çox asan olsun bizə. Çünki ən azı yaş xüsusiyyətindən də bir balaca məlumatımız olanda bunu öyrənmək bizim üçün daha asan olur. Əlavə olaraq nitqin 4 dənə funksiyası var, testlərdə çox düşür. Bunlar birincisi kommunikativ funksiyadır. İkinci nominativ funksiya, 3 idrak, 4 isə tənzim edici funksiyadır. Baxın, kommunikativ funksiya 1-2 yaş əhatə edir. Nominativ daha çox 2-3-də özünü göstərir. İdrak 3-4-dən sonra başlayır, tənzim edici isə 5-6-da özünü göstərir. Elə yaş qrupu üzrə də bu ardıcıllıqla gedir. Amma məsələn, ola bilər mən imtahandayam, kommunikativ yadıma düşmür. 1-2 yaşı yadınıza salın. 1-2 yaşda uşağın nitqi necə olur? Yadınıza salın tez və ona əsasən tapa bilərsiniz. 1-2 yaşda bilirsiniz, uşaqlar daha çox müxtəlif səslər çıxarda bilir, müxtəlif hecalar deyə bilir. Sözləri bəzən bütöv demirlər, bəzən sözləri bütöv deyirlər. Yəni daha çox sadə olduğu dövrdür. Reaksiya, göstərmək, müəyyənləşdirmək bu dövrdə üstünlük təşkil edir. Sensor təcrübə dövrünə düşür və 1-2 yaşa əhatə edir. Nominativ noun sözündən götürülmüşdür. Burada əsaslı adlandırmaq, bayaq da demişdim, 90% adlandırmalar 2-3 yaş qrupunda özünü göstərirdi. Nominativ funksiya əsasən adlandırır, hansı ki burada məsələn uşaq ətraf aləmdə hər hansı bir yerdə bir əşyanı görür, onun adını deyir. Amma desəz mahiyyəti nədir?
tam ola bilsin izah bilməsin. Çünki o sadəcə adlandırır, mahiyyətini hələ tam başa düşmür. Bu nominativ funksiya idi. İdrak funksiyası isə ətraf aləmi dərk edir. Dərk etmək nədir? Yeni söz öyrənir, mahiyyətini də bilir. Yəni onu fərqləndirə də bilir. Siz desəz, əşyanı sizə başa da sala bilər. Yəni mənasını izah edə də bilər. Budur. Tənzim edici isə işlətdiyi sözü öz davranışında da göstərir. Məsələn, artıq onun işlətdiyi söz davranışında da özünü göstərir. Hərəkəti ilə sözü birdir. Bir sözlə, bu da mürəkkəbdir, 5-6 yaşa aiddir. Bir sözlə səriştəli uşaqlara aiddir və sosial standartlaşmış nitq dövründə olan uşaqlara aid idi. Deməli, müəllimlər, uşaqların ətraf aləmi dərk etməsi, hansı ki, dediyi sözün mahiyyətini başa düşməsi hansı funksiyamıza aiddir? Dərk etmək varsa, hansı funksiya olacaqdır? İdrac. İdrac. Doğrudur. Əla. Uşaq sözün adını bilir, amma tam mahiyyətini izah edə bilmir. Kommunikativ. Doğru. Kommunikativ xeyr, nominativ. Adlandırır çünki. Müxtəlif hecalarla deyir. Sözləri müxtəlif hecalar formasında deyə bilir. Bu 1-2 yaşdır. Kommunikativdir. Sensor təcrübə dövrünə düşür. Kommunikativdir. Bu funksiya da sosial emosional inkişaf sahəsi də var. 5-6 yaş deyil. Tənzim edici, çünki orada davranış da var idi. Uşaq ağac sözünü deyir, ağac haqqında geniş şəkildə danışır, onun hissələrini fərqləndirir. Tənzim edicidir 5-6 yaş. Dərk eləyir və sadəcə fərqləndirir. Davranış demədim axı. İdrak funksiyasıdır. 4-5-dir. 3-4-dən ümumiyyətlə ətraf aləmi artıq dərk eləyirlər. Bu funksiya zamanı uşaq yoldaşından hər hansı bir əşya istifadə edən zaman nitq etiketlərindən də istifadə edir. Həm bölüşür, həm nitq etiket istifadə edir. 6 yaş. Əla. Burada həm davranış var, burada həm tənzim edici funksiya var. 5-6 yaşa da aiddir. Yaş qrupu üzrə düşsə də götürə bilərsiniz. Funksiya üzrə düşsə də artıq rahatlıqla seçə bilərsiniz. Əla müəllimlər. İndi isə davam edək nitqin formaları və növlərindən. Ümumiyyətlə nitqimiz əsasən bölünür. Yazılı və şifahi nitq. Yadınızda qalsın, ən mürəkkəb nitq yazılıdır. Niyə görə? Çünki yazının yaratmağa bir işarə lazım idi. Yəni ona görə də bu yazılı nitq daha mürəkkəb idi. Amma desələr ən qədimi hansıdır? Ən qədimi şifahidir. Çünki şifahi nitq daha qədim zamanlarda birinci şifahi yaranmışdı. Sonra artıq müəyyən işarələr yaratdılar. Çünki uzaq məsafədən bir-birlərinə ünsiyyət saxlaya bilmirdilər. Buna görə də şifahi yazılı nitqi yaratmışlar. Deməli, ən qədimi nə oldu? Şifahi. Bəs ən mürəkkəbi yazılı. Şifahi nitqlə yazılı nitq arasında kəskin fərq var. Hər birinin öz üstünlüyü var. Şifahi nitqin üstünlüyü budur ki, məsələn, qarşı-qarşıya danışanda istər-istəməz jestlə, mimika ilə qarşı tərəfi daha yaxşı başa salmaq olur. Məsələn, indi olsaydı, hansı ki daha şifahi olsaydı bizim ünsiyyətimiz, daha yaxşı başa düşərdik bəlkə də. Amma yazılı nitqin bir dənə üstünlüyü budur ki, məsələn, əvvəlcədən düşünə bilirsiniz, redaktə eləyə bilirsiniz, nəyisə dəyişə bilirsiniz. Amma məsələn, şifahidə siz nəyisə dəyişə bilməyəcəksiniz. Çünki artıq siz sözü demisinizsə və onu qarşı tərəf eşitdirsə, onu da artıq dəyişdirmək qeyri-mümkündür. Yəni artıq çünki deyildi. Deməli, redaktə edilə biləndir, yazılı, düzəlişlər olunur, yazılı, mürəkkəbdir, yazılı, qədimdir, şifahi, jest mimikalardan istifadə etmək olur, şifahi nitqdə. Sonra burada situativ və kontekst sözləri görəcəksiniz. Hansı ki, bunu da bəzən müəllimlər görəndə deyir, bu situativ, kontekst, necə yadımızda saxlayaq, çətindir biraz sözdə. Belə yadınızda saxlaya bilərsiniz. Ümumiyyətlə situativ, situasiya. Situasiya necə olur? Şifahi bir, şifahi nitqə aiddir. Yadda saxlamanın asan qaydası s, ş qaydasıdır. Əlifbaya fikir versəz, s-dan sonra həmişə ş gəlir. S-la ş bir-birinə oxşuyur. Ona görə də daha çox ünsiyyət zamanı əmələ gəlməsi və şifahi nitqlə bağlı olmasıdır. Situativ deməli daha çox aiddir şifahiyə. Kontekst isə əsasən yaddaşa görə aiddir və yazılı nitqə aiddir. Hansı ki, burada qrammatik də, belə deyim də, qaydalar da öz əksini göstərmiş olurdu. Əlavə olaraq xarici nitq və daxili nitq var. Adından da məlumdur. Başqaları ilə ünsiyyət zamanı formalaşırsa, bu xarici nitqdir. Görülür, tələffüz edilir. Daxili nitq isə uşağın təfəkkürü ilə əlaqəlidir. Məsələn, sakit pıçıltı ilə danışa bilər, ürəyində danışa bilər,
beynində danışma deyək. Bu daxili nitqdir. Daxili nitq ən çox 3-5 yaş aralığında uşaqlarda özünü göstərir və ən çox da hər hansı bir fəaliyyətlə məşğul olanda. Məsələn, ola bilər yapmış işi görür, yaxınlaşıb görəcəksiniz pıçıltı ilə o yapmış işin ardıcıllığını özünə deyir. Bu məsələn daxili nitqdir. Daxili nitq çox uzun müddət davam etsə yaxşı olarmı? Təbii ki də xeyr, çünki uşaqlarda asosiallıq yarada bilərdi. Bu hissələrə çox da belə deyim lazım deyil, bizə lazımdır. Əsas bir də burada şifahi nitqə verilən bir sıra tələblər. Bu tələblər burada görürsünüz 8 dənə tələbimiz var, amma bunların açar sözlərini bilsək məncə artıq heç bir problem qalmaz. Gələk bu tələblərimiz hansılardır? Deməli, birinci zənginlik, məzmunluq, məntiqi ardıcıllıq, düzgünlük, aydınlıq, dəqiqlik, ifadəlilik və təmizlikdir. Baxın müəllimlər, zənginlik. Zənginlik nə istəyir? Zənginlik istəyir ki, çox söz olsun uşağın nitqində. Zəngin, çox söz. Burada açar sözümüz. Burada elə olmalıdır ki, uşaq daim yeni sözlər öyrənsin. Uşağın lüğəti sanki kasıb olmasın. Məsələn, deyək hər hansı bir sözü deyir, sonra tez onun sinonimində deyə bilir. Yəni uşağın nitqi o qədər zəngindir ki, eyni sözlərdən daim istifadə etmir. Yəni onun əvəz edən yeni sözlər kifayət qədər var. Deməli, zənginliyin açar söz, çox söz olması, əlavə olaraq da ki, təkrarsız ifadə, sinonimlərdən istifadə burada açar sözümüzdür. Gəldik ikinciyə, bu bizim zənginliyimiz idi. İkinci məzmunluqdur. Məzmunluq dedikdə isə, baxın artıq hər hansı bir söhbət gedir uşaqlar arasında. Əşya haqqında ola bilər, hadisə haqqında ola bilər. Məsələn, bu uşaq bu obyektin adını deyib dayanmır. Onun mahiyyətini də bilir. Yəni bir sözlə məzmununu da bilir. Hansı ki, burada uşaqda belə deyim, məsələn, hər hansı bir əşyanı daha yaxşı tanıdığı üçün onun haqqında mütaliə edə bilir, onun haqqında danışa bilir, onu izah edə bilirdi. Burada isə məzmunluq öz əksini göstərmiş olurdu. Açar söz kimi qeyd edə bilərsiniz, yaxşı tanıması, mahiyyətini izah edə bilməsi. Gəldik növbəti məntiqi ardıcıllıq. Məntiq var deməli burada. Burada deməli bir ardıcıllıq var, bir məntiq var. Hansı ki, əgər bunları məsələn etməsəz, deməli ki, siz onun qanunlarına zidd olacaqsınız və pozmuş olacaqsınız. Deməli bu nədir? Məsələn, ola bilər ki, uşaq nağıl edir, bunu ardıcıllıqla etmir. Deməli nə pozulur? Məntiqi ardıcıllıq. Məsələn, bir şey danışır, səbəb-nəticə əlaqəsini gözləyə bilmir. Nə pozular? Aha, İlahi Məmməd səsi bağlayaq. Deməli, burada da yenə məntiqi ardıcıllıq özünü göstərmiş olur. Çünki burada səbəb-nəticə əlaqəsi, ardıcıllıq, nağıl etmə, məntiqi ardıcıllıq tipli sözlər görsək və bunları pozsanız, yəni gözləyə bilmirsinizsə əgər, deməli ki, pozmuş olacağıq. Növbəti düzgünlükdür. Düzgünlük dedikdə bizim nitqimiz nə zaman düzgün ola bilər? Uşaqların nitqi nə zaman düzgün ola bilər? Düzgünlüyün açar sözü qrammatik cəhətdən düzgün olmalıdır. Yəni, məsələn, bilirsiniz də, hər bir ölkənin özünə məxsus qrammatikası var. Bizim də qrammatik qaydalara uyğun şəkildə, məsələn, tələffüz etməliyik, uyğun şəkildə danışmalıyıq, uyğun şəkildə yazmalıyıq və s. Məsələn, mən bilirəm ki, Azərbaycan dilində cümlənin quruluşu necədir? Birinci, məsələn, bizdə mübtəda gəlir, sonra xəbər gəlir. İndi nə isə Azərbaycan dilində getməyim. Yəni, cümləmizin bir quruluşu var. İndi mən durub əvvəlcədən feilləri, hərəkətləri deyirəm, sonra cümlələr qururamsa, əsas nəyə götürməliyik? Düzgünlüyü. Daha doğrusu qrammatik qaydaları. Məsələn, ola bilər ki, bizdə elə şəkilçilər var ki, sözə əlavə olunur. Məsələn, dəyişir də tələffüz qaydası. Artıq mən yazıldığı kimi deyirəmsə, deməli, burada da yenə düzgünlüyü pozmuş oluram. Növbəti aydınlıqdır. Aydınlıq budur ki, anlaq səviyyəsinə, yəni qarşı tərəfin yaş səviyyəsinə, anlaq səviyyəsinə uyğun şəkildə danışmaqdır. Ola bilər ki, məsələn, biz özümüzü belə deyək ki, çox elmi sözlərdən istifadə edeyim qarşı tərəfə ki, yəni mən hər şeyi bilirəm də. Məsələn, deyək ki, mən indi dərsi izah edirəm. Dərsdə ancaq terminlərdən istifadə edirəm, ancaq elmi sözlərdən istifadə edirəm. Təbii ki də bizim bəzi müəllimlərimiz burada başa düşməyəcək. Çünki mən aydın danışmıram da sizə mövzunu. Deməli ki, burada mən nə etməli idim? Sadələşdirməli idim. Hansı ki, anlaq səviyyəsinə uyğun izah etməli idim. Eyni zamanda uşaqlarla da anlaq səviyyəsinə uyğun danışmaq lazımdır. Elmi sözlərdən biraz çəkinməliyik. Növbəti isə dəqiqlikdir. Baxın, adından məlumdur. Düzgünlük, dəqiqlik görəndə bəzən müəllimlər oxşadıb qarışdırır bir-birinə. Baxın, dəqiqlikdən söhbət gedirsə, ümumiyyətlə, elə danışın ki, dəqiq olsun. Yəni, bir sözlə mənə sübut edin də, fikir, inandırın məni. Bunun üçün nə lazımdır? Sizin dediğiniz sözlə bağlı fakt gətirməlisiniz. Mənə fakt gətirsəniz, sübut gətirsəniz, mən inanacağım sizə. Bu da bizim dəqiqliyimizdir. Növbəti ifadəlilikdir. İfadəlilik dedikdə də hansı ki,
Burada əsasən obrazlı danışmaqdan söhbət gedir. Hansı ki, lakonik və yığcam danışmaq. Bu da açar sözümüzdür. Obrazlı, lakonik, yığcam. Məsələn, bir də görürsünüz olur. Məsələn, deyək ki, mən sual verirəm. Qəşəng müəllim danışır uzun, axırda heç nə başa düşmürəm. Və yaxud da siz mənə sual verirsiniz, mən geniş izah edirəm, amma siz sonda heç nə başa düşmürsünüz. Çünki mən neynəmədim? Aydın, belə deyim də, ifadəli, obrazlı danışmadım, lakonik danışmadım. Çox uzun-uzadı danışdım və sizi başa sala bilmədim. Bu da bizim ifadəliyimiz idi. Sonda da təmizlik. Təmizlik də olur da, bəzən nitqdə parazit sözlər ola bilir, bəzən dialektlər, şivələr ola bilir. Hansı ki, bu sözlərdən müəyyən qədər çəkinməkdir. Yəni, ədəbi dilin normalarına uyğun şəkildə danışmaqdan söhbət gedirdim. Bu da bizim əsasən şifahi nitqə verilən bir sıra ciddi tələblərimiz sırasında yer alır. Müəllim uşaqlarla söhbət apararkən müşahidə edir ki, Aysel danışığı zamanı belə deyim, sözlərin yaxın mənalı sözlərdən istifadə edərək danışa bilir. Yəni bir sözün yaxın mənalı sözlərini də deyə bilir. Burada hansı tələb olacaq? Əla. Zənginlik yazır müəllimlərimiz. Əla. Deməli, müəllim uşaqlara nağıl etmə edir və sonra uşaqlar nağılı danışır. Lakin bəzi uşaqlar nağılı ardıcıl şəkildə danışa bilmirlər. Məntiqi Məntiqi. Əla. Əla, bəli. Məntiqi ardıcıllıq öz əksini göstərir. Deməli, uşaq yoldaşları ilə bir mövzu haqqında müzakirə aparır. Bu zaman qarşı tərəf bir fikirlər sürür və yoldaşı onunla razılaşmır, ona bu mövzunu faktla sübut edir. Düzgünlük yox. Faktla sübut edir. Yəni bir sözlə mən o qədər faktım var ki, əlimdə başa sala bilirəm. Faktım var, mən dəqiqəm artıq deməkdir. Mənim aydın. Dəqiqlik. Axı, fakt sözü açar sözümüz idi. Yəni, mən belə deyim də, dəqiqəm. Dəqiq ifadə edə biləcəm və sizi inandıracam. Aydın şəklində başa salması. Axı, mən faktla sübut edir dedim. Demədim, aydın izahlədi, qısa izahlədi, yığcam izahlədi və ya da yaşı nəzərə aldı. Bunu demədim. Dəqiqlik. Uşaq məşğələ prosesində daim öz dialekt sözlərindən istifadə edir. Təmizlik. Burada təmizlik yox idi. Müəllim nağılı danışır, sonra uşaqlara suallar verir. Bəzi uşaqlar səbəb-nəticə əlaqələri gətirə bildiyi halda, bəzi uşaqlar səbəbin nəticəsini izah bilmirlər. Səbəbin nəticəsini. Çünki, belə deyim də, başa düşür bəlkə də, amma əlaqə qura bilmir. Yəni, məntiqi cəhətdən başa düşmür. Məntiqi ardıcıllıq. Doğrudur. Sonra, deməli, müəllim uşağa sual verir. Uşaq sualın cavabını çox genişliklə izah edir. Lakin yoldaşları heç biri onu başa düşmür. İfadəli müəllimə. İfadəli, bəli. Çox geniş danışdı, amma nə olsun? Yığcam, lakonik və ifadəli danışa bilmədi. Obrazlı danışmaq lazımdır. Uzun-uzaq danışanda başa düşmürəm. Əla. Sonra, müəllim uşaqların yaş səviyyəsinə uyğun danışmır və daim dərsdə çox, belə deyim də, böyüklərlə danışdığı kimi danışır. Düzdür. Müəllim bugün uşaqlara məşğələ keçir və şəkil göstərir. Uşaqlardan soruşur, uşaqlar şəkildə nə görürsünüz? Uşaqlar deyir, kitab. Amma uşaqlardan soruşanda ki, kitab nə üçün istifadə olunur? Uşaqlar mənasını izah bilmir. Anlıq səviyyəsi aydınlıqdır. Belə deyim də, məzmununu izahlaya bilmir də. Yəni, məsələn, deyirəm, kitab nə üçün deyə bilmirlər, oxumaq üçündür. Biz oradan, məsələn, nağıl oxuyuruq və s. Bilirlər adı kitabdır. Adını bilirlər. Amma mənasını izahlaya bilmirlər. Məzmunluluq. Çünki mahiyyətini bilmir. Bəli. Kitabın nə üçün istifadə olunduğunun mahiyyətini bilmirdi. Ona görə də o danışa bilmədi. Bəlkə də onun mahiyyətini bilsəydi, aydın şəkildə izah edə bilərdi. Sonra, sonuncu sualımı da verin müəllimlər. Deməli, müəllim uşaqlara müxtəlif kartlar asır lövhədən və deyir ki, gəlin uşaqlar, bu kartlardakı sözləri deyək. Bəzi uşaqlar günəbaxan sözünü tam deyə bilmir. Bəziləri, məsələn, sözləri düzgün tələffüz edə bilmir. Burada sizcə nə yoxdur? Hansı pozulur?
Düzgünlük müəllimə pozulub. Allah. Qrammatik cəhətdən. Bəli, uşağın nitqi belə deyim də parazit söz yoxdur. Sadəcə məsələn ola bilər ki, o günə baxan sözünü deyə bilməsin. Yəni düzgün formada deyə bilmir də, qrammatik qaydaları bilmir və yaxud da düzgün tələffüz edə bilmir. Məsələn, başqa cür tələffüz edir. Bu da düzgünlüklə əlaqəli idi. Əla müəllimlər, çox super, çox təşəkkür edirəm. Gözəl də olacağı üçün artıq bu qədər ayıra bildim. İnşallah ki, növbəti dəfə üçün də testlər tərtib edəcəm sizlərə. Özünüz də bilirsiniz, bu doğru yanlış tipli olacaq. Çünki Müəllimə, zəhmət olmasa PDF ata bilərsiniz. Göndərərəm müəllimlər. Dərsdən sonra qaydlar yüklənsin, hər bir şeyi göndərəcəm. Əlavə sağ olun. Sağ olun. Əlavə olaraq bilirsiniz, doğru yanlış tipli testlər işləyəcəyik. Sadəcə olaraq artıq mən görürəm dərsdə kifayət qədər müəllimimiz var. Dərsdən çıxandan sonra sizdən bir xahişim, qrupumuzu bölüşürük ki, müəllimlərimiz faydalansın. Mən də sizlər üçün gözəl doğru yanlış tipli uyğunluq, uyğunsuz belə testlər hazırlayım. Növbəti dərsimizdə də onları bərabər təhlil edək. Elə burada öyrəndiklərimizdə çalaq ora bir dəfə də orada möhkəmləndirək. Çox sağ olun müəllimə. Sağ olun. Bir də müəllimlər, bu kaydı mən YouTube-a yerləşdirəcəm. Belə deyim, siz orada da fikirlərinizi yaza bilərsiniz. Dərslə bağlı fikirlərinizi də qeyd edə bilərsiniz. Müəllimə, indi bu dərsin nədir, kaydını, bir də PDF-ni o ödənişsiz qrupa atasınız, yoxsa özünüzün ödənişli qrupunuza? Yox müəllimə, ödənişsiz qrupa göndərəcəm bunu. Çox sağ olun. Allah razı olsun. Necəsiz ödənişsiz dərsləri? Bəli. Hər həftə təşkil edəcəksiniz. Belə deyim də müəllimə, bacardığım qədər edəcəm. Çünki vaxt bilirsiniz də elə bir şeydir ki, məhduddur. Hələ ki, yəni təlimçilər üçün lap çox vaxt məhduddur. Bacardığım qədər sizlərə dəstək olacağam. Sizlər mənə dəstək olun, mən də sizlərə. Müəllimə, Allah razı olsun. Sağ olun müəllimlər. YouTube-da da yenə baxacağam, video kaydının altından baxacağam, görüm siz necə şərhlər yazmısınız. Onlar da mənim üçün motivasiya olsun ki, sizlər üçün daha çox vaxt ayıra bilim, daha gözəl belə deyim, dərslər tərtib edə bilim. Sağ olun müəllimlər, növbəti dərslərdə görüşərik.